Salam millət. Bugün 4 fevral 2026-cı il tarixidir. Bugündən etibarən hər gün YouTube-da Operativ TV kanalında Azərbaycanda baş verən hadisələri xəbər şəklində sizə çatdıracağam. Bildiyiniz kimi, mənim videolarım əsasən YouTube-da, Instagram, Facebook və TikTok sosial şəbəkələrində Azad Söz adında platformada, Azad Söz kanalında yayımlanır. Əsasən orada bəzi dostlarla müsahibə, müzakirə, özümün təhlillərim və fikirlərim yer alır. Videoları əsas elə çəkirəm. Operativ TV kanalında isə bundan sonra sadəcə sizə doğru xəbərlər çatdıracağam. Yəni, ölkədə və region, dünyada baş verən hadisələri xəbər kimi sizə oxuyacağam. Azərbaycanda saytlar və digər yalan maşını yayan informasiya agentlikləri var. Hökumətdən maliyyələşirlər, yarı doğru, yarı yalan xəbərləri yayırlar, tirajlayırlar. Operativ TV kanalında isə yalnız doğru xəbərləri və hökumətin yaydığı hansısa yalan xəbər olacaqsa, o xəbərləri yalanlayan xəbərlər yayımlanacaqdır. Kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Mənim kanalımdır, burada Azad Sözlə bərabər işləyəcəyik. Və bugünün ən son operativ xəbərlərindən biri uzun zamandır ki, 22 ildir Azərbaycanın həbsxanasında ömürlük həbs cəzası çəkmiş və 2022-ci ildə azadlığa çıxmış Şəmsi Səmədzadə haqqında xəbərdir. O, İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Daha sonra İlham Əliyev haqqında təriflər yağdırmağa, danışmağa başlamışdı və daha sonra Azərbaycandan köçmüşdü. Onun haqqında deməli, sosial şəbəkələrdə bəzi xoşagəlməz intim videolar da yayılmışdı. Hal-hazırda Gürcüstanda həbs olunubdu. Və Gürcüstanda həbsinin səbəbini də indi sizə deyəcəm, oxuyacam. Azərbaycanı sonra tərk edib Özbəkistanda yaşamışdı. 2024-cü ildə orada da həbs edilmişdi. Saytlar yazdılar ki, o dələduzluqda ittiham olunub Özbəkistanda həbs olunmuşdu. Doğrudur, gerçəkdir, bunu da bilmirəm. Amma son bugünün məlumatına görə Şəmsi Səmədzadə Gürcüstanda həbs edilibdir və Azərbaycanın hökumət saytları yazır ki, o mal-qara oğurluğunda ittiham olunur. Doğrusunu bilmirəm. Ailəsi də bizim saytlar yazır ki, bəs təsdiqləyib bu xəbəri, özü barəsində isə ailəsinin konkret dilindən bu xəbər təsdiqlənib yoxsa yox ki, o mal-qara oğurluğunda ittiham olunur. İşin detalları barədə məlumatlı deyiləm. Ümumiyyətlə, Azərbaycan saytları da bu barədə də məlumat da yaymırlar. Ailəsi də susubdur. Şəmsi Səmədzadə deməli, həbsdən çıxdıqdan sonra bizim tanınmış, fədakar dostumuz Rüfət Səfərov onun həbsdən çıxarkən qarşıladı. Bəri Şəmsi Səmədzadə. Onun həbsinin səbəblərini, 22 illik ömürlük həbsinin səbəblərini Rüfət Səfərov açıqlayırdı. Həbsdədir. Şübhəsiz ki, Şəmsi bəy həmin dövrdə Zakir Qaralovun hikkəsinin qurbanı olmuşdu və bu illər ərzində hüquq müdafiə təşkilatları Zakir Qaralov Azərbaycanın keçmiş baş prokuroru idi. Azad Media Şəmsi bəyin azadlığı ilə bağlı müxtəlif çağırışlar etmişdi. Hal-hazırda Rüfət bəyin özü də həbsxanadadır. Bilmirəm indi Şəmsi Səmədzadə onu bir ininə kimi Rüfət bəyi həbsdə olarkən yad edib, bunu dəstək olub, yoxsa yox. Amma Rüfət bəy günahsız həbs olunmuş hər kəsin yanındaydı. Bu və digər rəsmi subyektiv əngəllərin müşayiəti ilə Şəmsi bəyin azadlığı çox təəssüf ki, 22 il uzandı. Və ondan sonra da, yəni Zakir Qaralovun baş prokuror kimi vəzifəsindən azad edilməsindən sonra da mən açıq deyəcəm, o və prezident administrasiyasında yerləşən Fuad Ələsgərov Şəmsi bəyin azadlığını hər vəchlə əngəlləyirdilər.
Bu gün bütövlükdə əfv sərəncamı çərçivəsində Şəmsi bəyin azadlığa qovuşması düşünürəm ki, birbaşa dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin qərarına bağlıdır. Yoxsa Şəmsi Səməzədənin azadlığa buraxılması məndən ötürü inandırıcı görünmür. Şübhəsiz ki, təbrik edirəm yaxınlarını, ailə üzvlərini və inanıram ki, Şəmsi bəy bundan sonraki həyatında əvvəlki kimi cəmiyyətə, ətrafa, insanlara faydalı və yararlı ilə fərqlənəcəkdir. Bilmirəm, Şəmsi Səmədzadə həbsdən çıxdıqdan sonra ailəsinə, yaxınlarına necə faydalı olub, amma cəmiyyətə, siyasi proseslərə, nə bilim, yardıma ehtiyacı olanlara, siyasi məhbuslara, Rüfət Səfərovun özünə xeyri dəyməyib. Yəni bilmirəm, bəlkə dəyib, amma mən bildiyim qədərlə onun özünə dəyməyib. Cəmiyyətə, millətə isə xeyri dəyməyib, onun azadlığını o vaxt istəyənlərə də dəyməmişdi. Biz çoxunu görmüşük ki, Azərbaycanda həbsdə olarkən çoxlu müdafiə edirik. Həmən şəxsi çıxdıqdan sonra dəyişir, 180 dərəcə heç kəs də yad eləmir. Belə. Dediyim kimi, çıxdıqdan sonra Azərbaycanda bizneslə məşğul olmağa başladı. Oğlanlarla intim görüntüsü yayıldı. Ondan sonra Özbəkistana çıxdı, getdi. Orada da həbs edildi bir dəfə və indi Gürcüstanda bu günləri onun həbs xəbəri yayılıbdır. Görək nə olacaq. Sadəcə xəbərləri sizə çatdırıram. Dəyərli dostlar, Operativ TV kanalına abunə olmağı unutmayın. Hər gün burada xəbərlə görüşəcəyik.